Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daim ala a'daihim ecma'in. Xanım Fatıma Zəhranın salamullah aleyha mübarək və saadətli təvəllüd günü münasibətilə bütün möminləri başda İmam Zaman Accəlallahu Teala fərəcəhu şərif olmaqla təbrik edirik. Məxsusən xanımları, məxsusən anaları təbrik edirik. Allah Azza və Cəllə bizi dünya və axirətdə Quran və Əhl-i Beytdən ayrı salmasın. İlahi əmin. Bu bəhsimizdə xanım Fatıma Zəhranın salamullah aleyha bir fəzilətinə işarə edəcəyik və həmçinin də Vəhabilərin Şeyxülislam hesab etdikləri İbn Teymiyyənin necə yalan danışdığını və necə ikili standartlarla çıxış etdiyini göstərəcəyik. Yəni, bu şəxsin Fisəbillah YouTube kanalında 29 yalanını ifşa etmişik. Bu yalanı da biz 13-cü hissədə qeyd etmişik. Yəni, İbn Teymiyyənin yalanları silsiləsindən 13-cü hissədə qeyd etmişik. Bu bəhsimizdə isə məqsəd yalanı yox, onun necə nifaq əhli olduğunu göstərməkdir. Necə bir yerdə belə danışır, başqa yerdə başqa cür danışır və həm də özünü, öz əqidəsini necə ifşa etdiyini, batıl çıxartdığını özünüz görəcəksiniz. Deməli, Minhacü Sünnət-i Nəbəviyyə adlandırdığı kitabın 4-cü cildində təhqiq doktor Muhammed Rəşad Səlim 248-ci səhifədə Əllamə Hillinin rahiməhullah bir sözünü gətirir və güya tənqid edir. Əllamə Hilli rahiməhullah buyurur ki, nəql eləyiblər ki, xanım Fatıma Zəhranın salamullah aleyha haqqında Peyğəmbər belə buyurub. Ya Fatımətu, innəlləhə yəğdabu liğadabiki və yarda liridaki. Bu hədisi, bu rivayəti qeyd eləyəndən sonra İbn Teymiyyə deyir ki, fəhəzə kəzibun minhu. Bu, Əllamə Hillidən yalandır. Əllamə Hillinin uydurduğu bir yalandır. Bunu deyəndən sonra 249-cu səhifədə deyir ki, bu barədə Peyğəmbərdən nəql olunmayıb və heç bir tanınmış hədis kitablarında belə bir şey yoxdur. Və lə ləhu isnadun ma'rufun anin nəbi sallallahu aleyhi və aleyh. Bu hədis üçün, bu söz üçün Peyğəmbərdən məruf tanınmış bir isnad yoxdur. Lə sahihun və lə həsənun. Nə sahih hədis, nə də həsən hədis yoxdur. Baxın, biz bir daha deyirik. Desə ki, mənə çatmayıb, mənim xəbərim yoxdur, mən bilmirəm, mənə görə səhih deyil, həsən deyil, deyək ki, dərdiyarı. Amma deyir, yox, kəzibun minhu, bu onun uydurmasıdır və yalanıdır. Halbuki Məcmə'u Zəvaid və Mənbə'ül Fəvaid kitabına müraciət etdikdə, təhqiq Muhammed Abdülqadir Əta, Heysəminin Əhlüsünnə alimi, Heysəminin kitabıdır, Darul Kutub-el İlmiyyə tərəfindən çap edilən nüsxə, 9-cu cildə müraciət edirik, səhifə 240-da 15204 rəqəmli rivayətdir. Peyğəmbərdən sallallahu aleyhi və aleyhi İmam Əli əleyhissalam nəql edir ki, belə buyurdu. İnnəlləhə yəğdabu liğadabiki və yarda liridaki. Həqiqətən də Allah sənin qəzəbinlə qəzəblənir və sənin rizayətinlə razı olur. Sən razı olanda Allah da razıdır. Deyir, Ravahu Tabarani və isnaduhu həsənun. Tabarani bunu rivayət edib, isnadı həsəndir, mötəbər bir rivayətdir. İbn Teymiyyə nə deyirdi orada? Deyirdi, nə səhih, nə də həsən qeyd edilməyib. Bundan başqa digər Əhlüsünnə alimi Hakim Nisaburinin Əl-Müstədrəku aləs-Sahiheyn kitabına müraciət edirik. Təhqiq doktor Mustafa Abdülqadir Əta 3-cü cild Darul Kutub-el İlmiyyə tərəfindən çap edilən nüsxə, səhifə 167, rivayətin rəqəmi 4730. Yenə İmam Əli əleyhissalam nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və aleyh belə buyurdu. Xanım Zəhraya salamullah aleyha, İnnəlləhə yəğdabu liğadabiki və yarda liridaki. Allah sənin qəzəbinlə qəzəblənir və sən razı olanda razı olur. Buyurur ki, həzə hədisun sahihul isnadı və ləm yuxricahu. Bu, səhih isnadlı rivayətdir. Buxari və Müslim bunu gətirməyiblər. Baxın, orada nə deyirdi İbn Teymiyyə? Nə səhih, nə həsən qeyd edilməyib. Heysəmi deyir, həsən. Heysəminin kitabında gəldi ki, həsən hədisdir. Hakim Nisaburinin də kitabında gəlib ki, səhih hədisdir. Amma İbn Teymiyyə yalandan deyir ki, belə bir hədis yoxdur və bu Əllamə Hillinin uydurmasıdır. Bunu biz 13-cü hissədə qeyd etmişik. Burada qeyd etmək istədiyimiz məsələ nədir?
bundan ibarətdir ki, İbn Teymiyyə həmin o Minhaj-ı Sünnə adlandırdığı kitabda 4-cü cilddə təhqiq doktor Muhammed Rəşad Səlim 248-ci səhifədə bu məsələni qeyd edəndən sonra 249-cu səhifədə görün nə deyir? Deyir ki, biz bilirik ki, Əbu Bəkirdən, Ömərdən, Osmandan və bir sıra sahabələrin adını çəkir ki, bunlardan Allah razıdır və Allah bunlardan razı qalmasını öz kitabında xəbər verib və 2 dənə ayə gətirir. Birinci ayə bundan ibarətdir. Əuzu billahi minəşşeytanirracim. Vəs-sabiqunəl-əvvəlun minəl-muhacirin vəl-ənsari vəl-ləzīnə təbə'uhum bi ihsanin radiyallahu anhum və radu anhu. Tövbə surəsi 100-cü ayə. Hicrətdə, nüsrətdə, beyətdə ilk qabağa düşənlər mühacir və ənsardan və o şəxslər ki, onlara yaxşılıqda, ehsanda tabe edilər, Allah onlardan razıdır, onlar da Allahdan razıdır. Bu ayəni və Fəth surəsi 18-ci ayəni gətirəndən sonra deyir ki, وَقَدْ ثَبَتَ أَنَّ النَّبِيَّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمْ تُوفِيَ وَهُوَ عَنْهُمْ رَاضٍ. Deyir, sabit olur ki, Peyğəmbər sallallahu aleyhi və aleyh onlardan razı halda dünyadan getdi. Yəni Əbu Bəkirdən, Ömərdən, Osmandan və sahabilərdən. وَمَنْ رَضِيَ اللّٰهُ عَنْهُ وَرَسُولُهُ لَا يَضُرُّهُ غَضَبُ أَحَدٍ مِنَ الْخَلْقِ عَلَيْهِ كَائِنًا مَنْ كَانَ. Deyir ki, hər kəsdən ki, Allah razıdır və Peyğəmbər razıdır, hər kim olur olsun, onun başqasının qəzəbi, hər kim olur olsun bu qəzəblənən, ona zərər verə bilməz. Yəni, çox da xanım Zəhra səlamullah aleyha haqqında Peyğəmbər hətta deyib ki, Allah sənin qəzəbinlə qəzəblənir. Amma üçün Əbu Bəkirdən Allah razıdır, buna görə də xanım Fatimənin səlamullah aleyha qəzəbi ona heç bir təsir etməz. Bunu da nəyə görə deyir? Sahih-ül Buxari kitabında Dar ibn Kəsir tərəfindən çap olunan nüsxədə səhifə 762-də 3093 rəqəmli rivayətdə. Burada açıq-aşkar deyir ki, xanım Zəhra səlamullah aleyha gəldi və Əbu Bəkir irsi vermədi. Fəğadibət Fatimətu bintu Rəsulillahi sallallahu aleyhi və aleyh. Allah Rəsulun qızı Fatimə qəzəbləndi. Fəhəcərət Əbə Bəkrin. Əbu Bəkir tərk elədi və ölənə qədər onunla danışmadı, onu danışdırmadı. İstəyir düşün ki, çox da qəzəblənib də, nə edək ki, qəzəblənib? Onun qəzəbi Əbu Bəkirə zərər vurmaz. Niyə? Çünki Əbu Bəkirdən Allah razıdır və Peyğəmbər razıdır və belə bir şəxsə də heç kəsin qəzəbi təsir etməz. Halbuki Peyğəmbər deyir ki, sənin qəzəbinlə Allah qəzəblənər. Yəni, İbn Teymiyyə bu məsələni atır qırağa və bunu qəbul etməyi istəmir. Həmçində başqa bir rivayət var, orada Peyğəmbər sallallahu aleyhi və aleyh buyurur ki, Fatimətu bad'atun minni fəmən ağdabəhə ağdabəni. Fatimə mənim bir parçamdır, hər kim onu qəzəbləndirirsə məni qəzəbləndirib. Buxarıda 3714 rəqəmli rivayətdir, Müslimdə 2449 rəqəmli rivayət. Peyğəmbər sallallahu aleyhi və aleyh açıq-aşkar buyurur ki, onu qəzəbləndirən məni qəzəbləndirib. Yəni, Əbu Bəkir Peyğəmbəri qəzəbləndirib, amma İbn Teymiyyə deyir ki, xanım Fatimənin səlamullah aleyha qəzəbi Əbu Bəkirə təsir etməz. Niyə? Çünki Allah ondan razıdır, o da Allahdan razıdır. Sonra gəlin, görün, öz əqidəsini necə ifşa edir. Deyir ki, bəl mən radiyallahu anhu və radiyə anilləhi yəkunu ridahu muvafiqan liridallah. Deyir ki, hətta hər kəs ki, Allah ondan razıdır və o da Allahdan razıdır, onun rizası Allahın rizasına müvafiqdir. Yəni, Əbu Bəkirdən ki, Allah razıdır, bayaqki ayədə oxuduq, Tövbə surəsi 100-cü ayə. Orada ki, Allah Əbu Bəkirdən razıdır, deməli, onun rizayəti Əbu Bəkirin razılığı elə Allahın razılığıdır. Fə innəlləhə radin anhu, Allah Əbu Bəkirdən razıdır və huvə muvafiqun limə yardallah və o, Allahın razı qaldığı şeyə müvafiqdir. Və huvə radin anilləh və o Allahdan razıdır. Fəhukmullahi muvafiqun liridahu və Allahın da hökmü Əbu Bəkirin rizayətinə müvafiqdir. Yəni, əslində xanım Zəhranın haqqında ki, Peyğəmbər bu sözü deyib, onu qəzəbləndirən məni qəzəbləndirib, bunu deyir qoyun qırağa. Əsas budur ki, Tövbə surəsi 100-cü ayədə Allah Əbu Bəkirdən razıdır və o razıdırsa, onun razı qaldığı hər şeydən də Allah razıdır. Əbu Bəkir hər nədən razıdırsa, elə Allah ondan razıdır. Niyə? Çünki deyir axı, Allah Əbu Bəkirdən razıdır, Peyğəmbər Əbu Bəkirdən razıdır, Əbu Bəkir də Peyğəmbərdən və Allahdan razıdır. Baxın,
Məsələnin bu yerinə diqqət edin. Deyir ki, xanım Fatimə Zəhranın salamullahi əleyha qəzəbi Əbu Bəkirə təsir etməz, zərər verməz. Niyə? Çünki Allah ondan razıdır, o da Allahdan razıdır. Amma həmin İbn Teymiyyə münafiqlik eləyir. Gəlir bir yerdə görün nə deyir. Minhacü Sünnət-i Nəbəviyyə kitabının 7-ci cildində yenə doktor Muhammed Rəşad Səlimin təhqiqi ilə səhifə 137-də deyir ki, səhabələrlə tabeinlər Əbu Bəkir Öməri sevirdilər. Amma İmam Əli əleyhissalam belə deyildi. وَلَمْ يَكُنْ كَذَلِكَ عَلِيٌّ Ali belə deyildi aleyhissalam. فَإِنَّ كَثِيرًا مِنَ الصَّحَابَةِ وَالتَّابِعِينَ كَانُوا يُبْغِضُونَهُ وَيَسُبُّونَهُ وَيُقَاتِلُونَهُ Bir çox sahabi və tabiin əlini söyürdü, ona buğz edirdi və onunla müharibə edirdilər. Niyə burada demirsən ki, onların söyməsi, müharibəsi Əliyə heç bir zərər vurmaz, Əlinin şənini azaltmaz? Niyə? Çünki İmam Əli də aleyhissalam Tövbə surəsi 100-cü ayə ona şamildir. Beyət eləyənlərdən behişt əhlindən sahabidir. Və Allah ondan razı, o da Allahdan razıdır. Niyə burada demirsən ki, o söyən sahabələr cəhənnəmə söyüblər, Allah onlara lənət eləsin. Onların söyüşü Əliyə zərər vurmaz. Niyə burada demirsən, 200-lük eləyirsən? Bunu nəyə görə gətirib? Ona görə gətirib ki, yəni heç də Əlini hamısı sevmirdi. Söyənlər var idi, buğz edənlər var idi, müharibə edənlər var idi, nifrət edənlər var idi. Amma orada deyir ki, Əbu Bəkirdən çünki Allah razıdır, heç kəsin qəzəbi ona təsir etməz. Bundan daha betəri, baxın görün, bu şəxs davam edərək İbn Teymiyyə nə deyir? 4-cü cilddə, səhifə 249-da. Bu yerdəki deyir ki, وَقَدْ ثَبَتَ أَنَّ النَّبِيَّ sallallahu aleyhi və aleyh tuvfiyə və huvə anhum radin deyir, Peyğəmbər ki, sabit olub vəfat eləyəndə onlardan razı idi, səhabələrdən, Əbu Bəkir Ömərdən. Bunu deyəndən sonra ki, deyir, bəl mən radiyallahu anhu və radiyə anillah, hər kəs ki, Allah ondan razıdır, o da Allahdan razıdır, yəkun rıdahu müvafiqan liridallah, onun rizası Allahın rizasına müvafiqdir. Bu söz deməli, imamın da haqqında deyilməlidir. Çünki imamdan da Allah razıdır, o da Allahdan razıdır, Peyğəmbər imamdan razıdır aleyhissalam. Deməli, imamın rizası Allahın rizasına müvafiq olmalıdır. Və bu ki deyir, və hukmullahi muvafiqun liridahu, Allahın hökmü onun rızayətinə müvafiqdir. Sahabinin, İmam Əli əleyhissalam bir sahabidir. Allahın hökmü onun rızasına müvafiq olmalıdır. Yəni İmam Əli əleyhissalam nədən razı olsa, Allah da ondan razı olmalıdır. İndi gəlirik Müslimdəki 1757 rəqəmli rivayətə. Orada nə deyir? Ömər deyir ki, Peyğəmbər dünyadan gedəndə Əbu Bəkir dedi, mən Allah Rasulunun vəlisiyəm. Və siz ikiniz Abbas və Əli gəldiniz. Abbas qardaşı oğlundan olan mirası istədi. Və yətlubu həzə mirəsə mrəətihi min əbihə. Və bu da Əli əleyhissalam öz xanımının atasından qalan mirası istədi. Deməli, İmam Əli əleyhissalam nədən razı idi? Razılığı nə idi ki, mirası verin bizə. Həmçində xanım Zəhra salamullahi əleyha ki, qəzəbləndi, Buxarıda oxuduq. Mirası istədi, Əbu Bəkir verməyəndə qəzəbləndi, oranı tərk etdi, onunla ölənə qədər danışdırmadı. Xanım Fatimənin rizası nə idi rizayəti? Fədəkin irsin onlara qaytarılması. Və ayə ki, deyir ki, Allah onlardan razı, onlar da Allahdan razıdır. İbn Teymiyyə deyir ki, pəs onların razılığı elə Allahın razılığıdır. Allahın hökmü onların razılığına müvafiqdir. Deməli, Allahın razılığı müvafiqdir nəyə? Allahın hökmü müvafiqdir nəyə? Xanım Zəhra ilə İmam Əlinin əleyhissalam rizayətinə. Onların razılığı nədə idi? Fədəkin onlara qaytarılmasında. Deməli, elə Allah Azza və Cəllə onların razılığı ilə razı olmalıdır. Bu da nəyə göstərir? Bu da İbn Teymiyyənin əqidəsinin fasid, xarab əqidə olduğunu göstərir. Niyə? Çünki mümkün deyil ki, eyni anda Allah həm Əbu Bəkir rizayətindən razı olsun, həm də İmam Əlinin aleyhissalam. Çünki ikisi də sahabədir axı. İbn Teymiyyə deyir, çünki bunlar sahabədilər, Allah bunlardan razıdır, Peyğəmbər bunlardan razı, bunlar Allahdan və Peyğəmbərdən razıdırlar. Bunların rizayətinə Allahın rizayəti müvafiqdir. Bunlar hər nədən razı olsalar, Allah da razı olmalıdır. Allahın hökmü bunların rizayəti ilə müvafiqdir. Eyni anda Allah həm razıdır, Fədək Əhl-i Beytdə qalsın, çünki İmam Əli əleyhissalam buna razıdır. Həm də eyni anda razıdır ki, Əhl-i Beytdə qalmasın, Əbu Bəkirdə qalsın. Niyə? Çünki Əbu Bəkir belə istəyirdi. Deyirdi, hədis eşitmişəm Peyğəmbərdən. Bu da İbn Teymiyyənin əqidəsinin necə xarab olduğunu göstərir və həmçində buradakı deyir, xanım Zəhranın salamullahi əleyha qəzəbi ona zərər verməz, amma orada demir ki, sahabələrin söyməsi, düşmənçiliyi İmam Əliyə əleyhissalam zərər vurmaz. Orada həmin sözü demir və bu da onun necə ikiyüzlü olduğunu, münafiq olduğunu göstərir. Vəlhamdülillahi Rabbil aləmin.
Və sallallahu alə Muhammedin və alihi tahirin.